Salam əziz futbol sevərlər, mən Şərkin Zələliyev. Sizi Yenisey futbol stadionundan salamlayıram. Bugün Keşlə Devils Fıkıya qarşı Lek Fıkı oynayacaq. Hər iki komanda uğurlarını bildirirəm. Bəli, oyun başladı əziz izləyicilər. Xəbərini çatdırım ki, Keşlə Devils Fıkının əksəriyyətində qapıcı Aslan, kapitan Ümid, Murad, Niyaz, İlhan və Akşin oynayır. Lek Fıkının əsas heyətində qapıcı Həmid, kapitan Edgar, Namik, Erik, Server və Telman oynayır. Lek Fıkı hücuma çıxır. Lakin pas geridədir. Out. Qapıcı zərbəsi ilə başlayacaq. Yaxın oynadı. Şut! Qapıcı. Fıkıdan out. Başladı. Bu qapıcıya geri qaytardı. Pas saxlaya bilmədi. Outlet Fıkının əleyhinə. Zərbə vurma momenti, topu saxlaya bilmədi. Keşlə Devils hücuma çıxma şansı. Topu geri oynadı. Lek Fıkı. Topu uzaqlaşdırma imkanları yarada bilmədi. Out. Keşlə Devils'in əleyhinə. Yaxın oynadı. Lek Fıkıdan presi. Uzaq oynadı. Lek Fıkı. Qayda pozuntusu oldu. Əzizlər, top yuxarı setkada dəyəndə out olur. Keşlə Devils Fıkı. Hər iki komandadan da agresiv oyun. Top qapıdan qapıya gedir dostlar. Devils Fıkıdan Lek Fıkı müdafiəçi topu uzaqlaşdırdı. Keşlə Devils sıxı. Out. Çok uzaq oynama qərarına gəldi. Out. Keşlə Devils Fıkının əleyhinə. Uzaq oynadı. Pası qeyri-dəqiq. Qapıcı Aslan topu rahatla əlinə aldı. Uzaq oynadı. Qapıcı Həmid. Uzaq oynadı. Qayda pozuntusu. Keşlə Devils Fıkının əleyhinə. Lakin hücum şansı. Zərbə vura bilər. Artıq gecdir. Gecdir artıq. Out başlandı. Vurdu. Top çölə çıxdı. Bəli, qapıcı vuruşu təyin edildi. Qapıcı Aslan topu hər iki komandadan təzyiqli oyunlar, agresif oyun görürük. Keşlə Devils'tan hücuma çıxma şansı, müdafiə topu rahatla alır. Sadigov! Bu oyuncu ne eləyir belə? 10 şutun 9'u bunun adınadır. Out. Keşlə Devils Fıkı. Lek'ten böyük pressing görürük. Edgar topu uzaqlaşdırdı. Sadigov. Keşlə Devils'tan hər iki komandadan gözəl bir oyun görürük dostlar. Out. Lek Fıkının əleyhinə. Yaxın oynadı. Zərbə qeyri-dəqiq.
Aslan oyuncu axtarır. Zav oynadı. Edgar kəlləsilə topu uzaqlaşdırdı. Keşə Davis Fıkı. Lek Fıkı tərəfindən pressingə məruz qalır. Və şut! Aslan. Bəli. Keşə Davis. Zərbə vurma imkanı vura bilmədi. Bəli. 3-cü zərbəsi qeyd alındı. Hələ də şot. 0-0. Bərabərlik davam edir. Qapıcı Həmid. Oyuncu axtarır. Uzaq oynadı. Qapıcı vuruşu. Qapıcı Aslan. Edgar. Bəli. Hər iki komandanın pressinglər. Hər iki komandanın müdafiəsində güclü pressinglər görürük. Əsaslı Edgar'ın uzun boyuyla Lek Erik topun qarşısında. Qapıcı baraja qurur. Erik vuracaq mı? Zərbə vurdu amma lakin barajdan qayıtdı. Qapıcı Aslanızla oynadı yenə. Edgar'ın kəllələri. Keşə Davis Fıkı. Bu oyun Lek Fıkı'nın əleyhini bitə bilər. Bəli, hücum şansı. Ay ay ay. Müdafiə, bu Lek Fıkı həm müdafiə həm hücumda üstünlük qurur. Keşə Davis. Keşənin şeytanları. Keşə Davis. Vura bilər. Edgar. Müdafiəni özü qoruyur. Lekin müdafiəyə ihtiyacı yoxdur. Keşə Davis. Şut! Qapıcı! Həmid. Out. Bəli. Hələ də şot 0-0. Bərabərlik davam edir. Lakin belə getsə Lek Fıkı qol ata bilər. Ay ay, topa toxuna bilmədi. Uzaq oynadı. Lakin etkisi yoxdur. Out. Qapıcı başladı. Lek Fıkı'dan. Erik. Uzaqdan vura bilər. Yoxladı. Penal təyin edildi dostlar. Lek Fıkı əleyhinə penal təyin edildi. Orada qayda pozuntusu var idi. Topun qarşısında. Erik. Qolla nəticələnə bilərmi? Hakem fiti çaldı. Erik. Yavaş addımlarla şut çəkdi. Qapıcı. Bu Aslan. Bu Aslan ne eləyir belə? Qayda pozuntusu qeyd olundu. Hakem out nöqtəsini işarə edir. Qapıcı oynadı. Lek Fıkı'dan böyük təzyiqlər. Aslan müdafiəni belində daşıyır. Edgar'dan yenə bir kəllə. Namik.
Namik də o. Qeyd edim ki, Aslan özü tək müdafiəni belində daşıyır. Edgar uzaqdan yoxladı. Gol. Edgar'a bir. Müdafiədən gəldi. Vurdu gol. Keçdi Devils. Aslan 10 şutunu qorudu. 10-cusunu yedi. İkinci gol gələ bilərdi. Dünənki oyundan sonra bu oyunda ayrı bir ləzzət eləyir. Qapısı uzaq oynadı. Keçdi Devils əleyhinə out. Hücuma çıxa bilər. Lakin ortaya yetişəsi yoxdur. Uzaqdan yoxladı qapısı. Qapısı Əmid. Namik. Vura bilər. Ortaya verdi. Lek fıkı oyunun 90%'ni rəqib komandanın müdafiə mərkəzində keçirir. Keçdi Devils geri dönüş etməlidir. Tək başına oynayır, pas verməlidir. Sağ cinah oynadı. Oyuncu axtarır, keçə bilmədi. Əks hücum şansı. İmkan yaranmadı. Qapısı qaytardı. Uzaq oynadı. Namiklə Erik arasında anlaşmazlıq oldu orada. İkisi də topa zərbə indirmək istədi. Lakin axırda Namik indirdi. Qayda pozuntusu qeyd olundu. Ya qeyd zərbə. Edgar'dan yenə bir kəllə. Bəli, ləzgilər. Vura bilər. Qapıcı. Aslan nələr edir belə. Keçdi Devils'ın Aslanın Qapıcının diyallası. Bəli. Keçdi Devils'dan orta açdı. Keçdi Devils'ın taktikasında dəyişikliklər olmalıdır məncə. Və Namik vura bilər. Qapıcı ilə vur. Qəşəng bir hərəkət. Akrobatik hərəkətlər göstərir bizə. Uzaqdan yoxladı. Biraz da sağa geçsə gol girə bilərdi. Qeyd edim ki, Keçdi Devils bir nəfər azlıqda oynayır. Keçdi Devils'dan. Bəli, qayda pozuntusu və kapitan oyuna girir. Ümid oyuna girdi. Keçdi Devils'da taktikasında dəyişikliklər olmalıdır. Belə etsə, Lek fıkı tərəfindən qolların ardı kəsilməyəcək. Qəşəng bir hücum. Zərbələr indirilir, lakin hamısı qeyri-dəqiq. Keçdi Devils. Oyun tempilə, əks hücum, vura bilər. Gol. Gol. 1-1. Şotu Murat bərabərə gətirdi. Kaptandır. Bəli, əzizlər.
Ləzzətli bir oyun izləyirik. Adil qəşəng fikirləşdi, sürətə çata bilmədi. Bəli. Hakim oyuna davam edin dedi. Müdafiə, həm müdafiə həm hücumda Lek fıkı təzyiqlər yaradır. Oyunda Sizun Atdı qapıcı Həmid rahat əlinə aldı. Hücum şansı, müdafiə topu qarşıda al. Lek fıkı əleyhinə. Ayda pozuntusu. Yeniden başla dedi. Out değil. Zərimə vuruşu. Yaxın oynadı. Zərbəsi qeyri-dəqiq. Qapının dirəyinin hardasa 1 santim üstündən keçdi. Keçdi Davis fırqı. Momentumun qarşısını aldı o qolla. Bəli, uzaqdan yoxlaya bilər. Yoxladı amma gec yoxladı məncə. Bəli. Qapçı. Başladı. Bəli. Gol! Gol! Gol imzasını Niyaz attı. Gözlənilməz bir geri dönüş. Lek fıkı axırlardan nələr oldu belə? Out'tan çıxartdı. Devils. Qayda pozuntusu qeyd olundu. Uzaq oynadı. Devils'tan bu dəqiqələr agresif oyun görürük. Qapısı Həmid Devils momentum yarattı. Ortaya atdı. Bəli dostlar, bərabərlik qolu. Şot 2-2. Birinci hissədən 4 gol atıldı. Oyuna başladı. Pas qeyri-dəqiq. Mahkeme kimdir? Şefiler Ruslan. Hücum şansı. Bunun qarşısını kəsdi. Anlaşmazlıq oldu orada. Sürətli bir hücum görə bilərdik. Ortada. Topun qarşısı kəsildi. Vura bilər. Vurdu. O necə qaça bilər? O necə qaça bilər? Qapısı vuruş təyin edildi. Uzağa oynadı. Edgar yenə. Qapısının uzağa atdığı bütün topları geri qaytarır. Ləzzətli bir oyun görürük. Edgar
Pasını verdi. Çəkişləri sürətli oynayır. Qayda pozuntusu qeyd edildi. Vurdu, qapıya yoxladı. Lakin top soldan çölə çıxdı. Lek Foucault oyuncularından küm zərbəsi təyin edildi. Ortaya açtı. Vurdu. Soldan çölə çıxdı. Qapıcı tez başladı. Əks hücum şansı. Lakin əks hücumun qarşısı alındı. Şədən sürətli bir oyun, pas qeyri-dəqiq. Qəşəng fikirləşmişdi. Lakin Edgar da ondan daha yaxşı fikirləşdi. Qapıcı başlayır. Top Namikdən. Edgar tez başladı. Erik, Edgar ortaya girdi. İkinci golunu mu atacaq? Oo! Belə bir gol yoxdur. Mən belə düşünmədim belə bir gol atacağını. Belə bir gol olmaz olsun. Gol imzasını Namik attı. Çəkişdə Devils'dan. Üçüncü gol gələcəkmi? Birinci hissədən 5 gol. Gözləntilərin də üstündə. Qapıyan yoxlayacaq. Barajdan qayıtdı. Pası qeyri-dəqiq. Əks hücum şansı. Əks hücum şansı. Qapıyan yoxlayacaq. Üçüncü vuruşu. İkinci vuruşu və Aslan uzaq oynadı, əks hücum şansı yoxdur. Lek Foucault müdafiədə üstünlüklər qurur, nəzərə çarpan üstünlüklər. Keçdə Devils'dan hər iki komanda da ləzzət edən bir şəkildə oynayır. Keçdə Devils'dan oyunu qazana bilər. Hücumun qarşısı alındı. Bu da risk hərəkətlərə yeri yoxdur. Uzaqlaşdırdı. Out. Lek Foucault əleyhinə. Namik tez başladı. Erik. Vura bilər. Vura bilmədi. Yenə out. Edgar yenə gəldi. Asla vurdu. Buna vurmaq demək olmazdı. Sayada topa toxundu. Qarmaşıqlıq oldu orada. Edgar yenə kəllə. Vurdu. Qapıcı Aslan. Yenidən top. Qapıcı vuruş təyin edildi. Yox. Out. Erik top itirər. Qapıya mı vuracaq? Biraz gecikdi Dəlabir. Vurdu. Müdafiə qarşısını aldı. Yenidən Namik, Aslan. Topu aldı. Az adam. Zərbə dalınca zərbə. Birinci hissə bitdi. İkinci hissə yenidən görüşərik dostlar. Şot 3-2. Lek Foucault'un əleyhinə. Salam əzizləyicilər, mənim şərhçiniz Əli Əliyev. İkinci hissə
birazdan başlayacaq Akil itki ilə. Short 3-2 Lek Fırkının əleyhinə. Burada qeyd etmək istəyirəm ki, Çeşdə Devils'da Kaptan Ümid qırmızı kart almışdı. Yerinə Adil girdi. Və oyun zərbə ilə başladı. Qəşəng keçdi, hamını keçdi. Ardını gətirə bilmədi. Hücumdan dəstək gözlədi. Gözlədiyi dəstək gəlmədi. Vura bilər, vura bilər. Ooo, zərbə. Lakin qəşəng vurmuşdu. Yenidən Lek Fırkın dirəkdən müqayitdə uzaqdan vurdu. Telman. Şəkil Devils'dan hücuma çıxma şansı. Qapçı topu uzaqlaşdırdı. Telman uzaqda yoxladı. Çeşdə Devils'ın bir qola da ehtiyacları var. Ləzgilər bir qolla qabaqdadır. Telman. Murad qapıya zərbə yoxladı. Muradın gözlədiyi dəstək baş tutmur. Murad hər riskli bir hərəkət. Murad vura bilər. Yenə Edgar, yenə Edgar. Bu adam müdafiədə nələr edir belə. Düz vuruş təyin edildi. Tez oynadı. Murad vura bilər. Qayda pozuntusu qeydə alındı. Fazladan nədir? Topun arkasında Akşin. Biraz çox gözlədi də bir. Nə? Deyirəm də. Akşin topun arkasında. Murada verdi. Zərbəsi qarşısı alındı. Bəli. Erik. Zərbəsinin qarşısı alındı. Telman. Edgar. Bu adam hem müdafiə hem hücum oynuyor. Komandanı belində daşıyır. Orada riskli bir hərəkət. Qolla nəticələnə bilər. Çeşdə Devils. Müdafiədə çox qaldı. Qapısı vuruşu təyin edildi. Aslan. Uzaq oynadı. Edgar'dan yenə bir kəllə. Çeşdə Devils hücuma çıxa bilər. Akşin gelir, Akşin. Akşin ikinci zərbəsi topun arkasında. Ortaya oynadı, yeni Edgar. Güzel. Qayda pozuntusu. Murad. Yine dribling. Çeşdə Devils'ın Neymar'ı. Uzaq oynandı. Riskli hərəkətlər Edgar.
Telman topa sata bilmədi. Nə toxundu, nə vurdu. Salam verdi, keçdi. Keçdi Devils'dan. Namik zərbə yoxladı. Murad, top Muradda. Pas verdi. Akşin vura bilər. Biraz Murad dribling. Neymar. Murad. Topucu. Həmid. Topuza oynadı. Tamam. İşte Aslan qəşəng gördü. Vura bilərdi orada. Vura bilər. Ay. Tez oynadı. Hadi pozuntusu. Murad. Yine bir fənd etmeye çalıştı. Bu dəfə elə bilmədi. Murad səhvini düzəltdi. Qayda pozuntusu qeydə alındı. Sarı kart. Erik topun arkasında. Qapıya mı vuracaq, pas mı verəcək? Zərbə vura bilər. Qapıya yoxladı. Out. Telman. Erik. Top cərimə meydançasında. Qayda pozuntusu qeydə alındı. Saksarı günə inanmır. İnan. Saksarı günə. Sən Murad'a vermək istedi. Murad topu saxlaya bilmədi. Telman 2 nəfərlə vura bilmədi. Şut zərbəsi qeydə alındı. Telman sürətli başladı. Murad ondura bilmədi. Keçdi Devils müdafiədə çox vaxt itirir. Uzaqdan zərbə! Akrobatik bir sevinç. Oba! Erik. Gol dalınca gollar. Fərq 2'ye çıxdı. Momentum yarandı. Keçdi Devils'ın 2 qola ehtiyacı var. Bəli. Zərbə yenidən vura bilər. Pas vermə qərarına gəldi. Zərbə qapıcı. Aslan oyuncu axtarır. Murad'a verdi. Murad. Top çıxdı. Out. Murad başladı. Edgar. Cərimə qayda pozuntusu qeydə alındı. Edgar topun dalında. Uzaq oynayacaq mı? Yox. Müdafiədə oynadı. Pas verdi Telman'a. Telman'dan gözəl bir pas. Zərbə vura bilər. Yenə bir qeyri-dəqiq zərbə. Sabir Murad'a pas verdi. Murad yine bir dribling atacaq. Yoxladı, alınmadı. Murad arada bir pas verməlidir. Pressing var. Out. Lex Furk'un əleyhinə. Bəli. Out. Ləzcilər Şıxallah qabaqdadırlar. Telman yoxlaya bilər, yoxladı. Zərbəsi biraz zəif oldu.
uzaqlaşdırmaq istədi, lakin qarşısı alındı. Ancaq top yenə Keşə Devils'ın əleyhində. Qapıcı Aslan. Murad yenə kömək gözləyir. Adil sağ oynadı. Pas geridəyik. Murad yenə sağa verdi, zərbə. Qapıcı Əmid rahat topu uzağa çağır. Yenə Murad sağ küncdən orta aça bilər. Lakin biraz gecikdirdi. Pres nəticəsində vuruşu qeyd olundu. Topu uzağa oynadı. Aslan rahatı topu əlinə aldı Murad. Həmid qapıdan qapıya oyun gedir. Qapıcıların oyunu görürük. Zərbə yoxladı. Alınca bilmədi. Gün zərbəsi. Qapıcı əlinə aldı. Uzaq oynadı. Oyunçu gözəl pas görə bilərdik. O pas Erik'e satsaydı. Erik vurabilir. Murat dribbling. Keşlerin Neymar'ı. O gol olsaydı hücum devam edir. Murad'ın driblinginden sonra o zərbəsi golla nəticələsəydi tarixə keçə bilərdi. Yenə Erik. Erik. Geridəyik bir zərbə. Sanki zərbə vurmaq adına zərbə vurur. Telman yoxladı, alınmadı. Lekfıkı topu çiliyə gedir. Edgar. Telman vurabilir uzaktan. Uzaktan vurabilir. Pas verdi. Pası gözləmirdi məncə. Orada pas gözləmirdi. Murat'tan Edgar. Top çıxdı. Out. Keşlər fırkını əleyhinə. Keşlərin şeytanları 2 gol atma alırlar 10 dəqiqə ərzində. Riskli paslaşmalar təzyiq nəticəsində Edgar yenə kəllə. Edgar Telman oynadı. Aslan oyuncu axtarır. Uzaq oynadı. Edgar araya girdi. Keşlərin böyük bir motivasiyaya ihtiyacı var. Yoxsa 3-cü qolu görə bilməyəcəklər. Qapıcı oyuna girdi. Qapıcının səhvi ilə qol ola bilərdi. Belə bir səhv heç bir qapıcının arzulamadığı bir səhv ola bilər. Qapıda olmadığı an gol yemək. Edgar Telman uzaqdan yoxladı. Müdafiəni Aslan özü əlləməyə çalışır. Telman yenə. Murad. Biri keçdi. Vura bilər. Gecikdirdi. Vura bilər. Ay. Sanki Keşə Devils oyunda hücumu biraz gecikdirirlər. Murad yenə vura bilər. Zərbə vura bilərlər. Hücum, əks hücum. Əl var idi mi? Bəli, vardı.
İran sayığı keçid. Keçiddə deyə bilərdim ki, sizdən sayığı keçid. Evet. Telman. Erik. Bu arkasında Namik. Zərbə vurdu. Aslan kəllə yenə Aslan. Bu Aslan neler edir? Demiyorlar. 30 zərbənin 26'sını tutup qəşəng bir səhv qol etilə bilər. Qapısından çıxdı. Müdafiənin işini gördü. Edgar. Erik'ten Telman'a pas. Telman'dan akrobatik bir pas fikirləşdi. Lakin qol ola bilərdi. Yenə Aslan. Bu qapıçı nələr edir belə? Ortaya oynadı. Telman! 5-2. Artıq bu andan sonra demək olar ki, böyük bir ehtimalla Lek fırkının qələbəsi ilə nəticələnə bilər. Keçdi Devils'la, Murat qapıya yoxladı. Əks hücum şansı. Topu ayağına ala bilmədi. Hücum. Pas verə bilər. Telman'a yenə. Telman! Vura bilmədi. Qapıcı. Yenə Telman. Nələr olur orada? Müdafiədə qəribə hərəkətlər görür. Uzatı yoxladı. Tek qapı oyun gedir sanki. Uzaqdan yenə yoxladı. Telman! Zərbə üstünə zərbə. Lek fırkı sanki tek qapı oyun oynayır. Murad yenə. Demiyorlar ki, Muradla Aslan bu dəqiqələr komandanı belində daşımağa çalışır. Telman. Taktikada büyük dəyişikliklər olmalıdır. Yoksa Keçdə fırkı 3-cü qolu görməyə bilər. Ooo, qəşəng bir çalım. Keçdə Devils'ın müdafiəsi başını alır. Keçdənin şeytanlarından qəşəng bir hücum ola bilər. Qayda hücumçusu qeydə alındı. Güzel bir keçid. Çalım yox. Belə. Murat topun arkasında. Zərbə vura bilər. Zərbəsi ilə baraja dəydi, qaytırdı. Müdafiədən bir səhv. Vura bilər. Aslan. Keçdə Devils fırkıda ən çox Aslanı görürük elə. Bəli, out. Oho, çərçivə bir vuruş gördük. O gol olsaydı liganın golu seçilə bilərdi. Muratdan bir kəllə. Sürətli bir başlayış. Telmandan sol cinahı oynadı. Orta, qapıcı Aslan. Hücum şansı. Uzaqdan yoxladı. Galatasaray'ın köhnə oyuncusu Sabir Sarıoğlu kimi dağlara daşlara attı. Müdafiə oynadı, Edgar qapıcıya bıraxdı. Həmi bir aldadı. Telman. Pas gerilədik. Oyunun bitməyinə dəqiqələr qaldı. Yenə bir səhv.
Müdafiədən. Gol girmədi. Qapıcı Aslan oyuncu axtarır. Bir aldatma. Telman topun qarşısını kəsdi. Hücuma çıxa bilərlər. Hücum. Vura bilər. Aslan. Aşırtma vuruş. Deyiləyik. Aslan. Bu komandanın Aslan'a ihtiyacı var. Bəlkə də Aslan olmasa bəlkə də 5 yox 15 gol yeyə bilərdilər. Erik Murat'dan bir pressing, əks hücum şansı. Murat pas verdi, zərbə şansı, gol. Niyazdan özel bir gol. Şot 500. Geri dönüş olabilir mi? Dəqiqələr qalmış oyuna. Geri dönüş olabilir mi? İtirazlar var. Hakim oyunu devam ettirdi. Murat vurabilir. Qapıcı Əmir. Top kimdən çıxdı? Qapıdan zərbə təyin edildi. Ləzzətli bir oyun gedir. Top Aslan'da. Edgar yenə kəllə. Telman. Murat. Uzaqdan yoxladı. 1-2 santimlə sağa geçsə bəlkə gol ola bilərdi. Erik. Vura bilər, gecikdirdi. Şot 5-3. Şeşlə Davis Fırkının 2 qola ehtiyacı var. Ay. Driblinglər nəticəsiz. Uzaq oynadı. Edgar. Uzaq oynadı. Telman. Topun qarşısı alındı. Murat. Baxmadan pas verməyə çalışdı. Akrobatik pası nəticəsiz nəticələndi. Lağa pas. Oyunun bitməyinə dəqiqələr qaldı. Erik qapısını keçmək istədi, keçə bilmədi. Telman. Vura bilərlər. Murat. Pas verə bilər, lakin biraz geç pas verdi Edgar'da. Pasın qarşısını aldı. Out. Ortaya başladı. Murat. Həmid topu radarını aldı. Tez başladı oyuna. Erik topa çata biləcək mi? Yox. Oy. Gözəl bir pas ola bilərdi. Bu oyunda həddindən artıq akrobatik hərəkətlər görürük. Murat bir hərəkət. Edgar geri gəldi. Qayda pozuntusu qeydə alındı. Penaltı vuracaq. Yox, cərimə zərbəsi. Son şans. Bu qolu vursalar belə
heç bir şey dəyişməyəcək. Şot 5-3. Vura biləcəkmi? Qapçəmit. Daha top əlinə aldı. Və ikinci hissəndə başa çatdırdıq əziz dostlar. Lek Fırkı 5, Çeşdə Devils 3. Sonraki oyunlarda görüşərik əziz dostlar. Bu da bizim təşkilatçımız Yunus Həsənzadə, Əfsanələr Liqasının prezidenti.